Topu qəbul etdi. Mərkəzə oynadı. Nazon. İki futbolçu arasından çıxa bilmədi. Coşqun Düniyev yaxşı oynadı burada. Aleksey İsayev. Elvin Cəfərquliyev. Onun cinah keçidlərinə sözsüz ki, böyük ehtiyacımız var. Artıq bu maçda da bir neçə dəfə bunu görmüşük ki, Elvin Cəfərquliyev cinahda, hücumda topla olarkən istənilən rəqibə ciddi problemlər yaşada bilir. Ümumən yığmamızın oyuncular arasında yaxşı formada olanlardandır və bu son dönəmlərin tendensiyası deyil, son illərin hətta deyərdim tendensiyasıdır. Uzun ötürmə indi Bədavidən. Qaydan top Toralda qaldı. Toral mərkəzə meylənir. Cinaha oynayır. Elvin Cəfərquliyev başını qaldırdı. Önündə iki futbolçu var. Elvin özü keçir. Cəmil üstündə də Elvinin ötürməsi və son olaraq məhz Elvindən də top meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Korner belə qazana bilmədik bu epizodda. Yaxşı keçdi burada rəqibindən. Arkunu burada geridə qoydu. Amma qarşısını aldı. Arkunun komanda yoldaşları Elvinin qarşısını ala bildilər. Duvern. Mattis. Edən Jean-Kevin Duvern. Arku. Mərkəzdən bir başa irəli. Don Ditson. Sol cinahda Cikens Nazon. Nazon mərkəzə irəlir. Uzaqdan zərbə cəhdi. Bəhlul blok qoydu. Qaydan top yenidə Hayrisli futbolçularda və vaxtında müdaxilə edir Rahil Məmmədov. Yaxşı oynadı Rahil burada. İrəli ötürmə verir. Coşqun Düniyev. Elvin Aleksey'e topu saxladı. Tələsmir Aleksey. Onun tempini aşağı salır sanki yığmamız. Daha asta templi qısa ötürmələrlə təmkinli şəkildə hücuma çıxmağa çalışırlar. Sürəti artırmırlar. Aleksey. Rahil riskli ötürmə verdi. Bədavi dərhal pressing altına düşür və geriyə ötürmə verir. Şahruddin Məhəmmədəliyev. Tez-tez oyuna qoşurlar Şahruddini. Yılmamızın oyuncuları. Rahil Məmmədov. Rahil. Belə yerdə, belə nöqtədə top bitirmək olmaz. Duvern. Geri gəlmişkən Hayt yığma komandasından daha ətraflı geniş danışsaq, ilk növbədə onu qeyd etməliyik ki, dünya reytingində bizdən daha üstün mövqeydədirlər. 86-cı pillədədirlər FIFA reytingində və çox uğurlu seriya yaxalayıblar. 2024-cü ildə təsəvvür edin ki, bu komanda məğlub olmayıb və 8 qələbə qazanır. Və onlar da dünya çempionatının seçim mərhələsinə hazırlaşırlar. Bu, milli komandalar pəncərəsində yalnız bir oyun planlaşdırılıb. Hayt yığmasında və məhz Sumqayıtdan sonra bu oyundan sonra toplanış yekunlaşacaq. 8 oyunluq qələbə seriyası ümid edək bugün qırılacaq. Məğlubiyyətsizlik seriyası bugün qırılacaq, amma bunun üçün milli komandamızın daha aktiv oynaması lazımdır. Hal-hazırda çox geridən rəqibi qarşılayırıq. Mərkəz xəttində yalnız pressing tətbiq edirik. İləri xəttdə Mahir Emre təkdir və aktiv şəkildə də hərəkət etdiyini demək olmaz. Topsuz epizodlardan söhbət gedir. Aleksandr Pierre Soşo komandasının qapçısıdır. Ümumiyyətlə, Hayt yığmasında Fransada çıxış edənlər çoxluq təşkil edir. Bu arada Haytin hücumu Şahruddin. Düzgün mövqeyi seçdi və topa birinci çatdı. Bəlkə oyunda vurulan yeganə qolun müəllifi Francis Pierre onu qabaqladı. Daha bir ötürmə Elvin Cəfərquliyev istiqamətində. Elvin top ayağından çox buraxdı irəli və hətta onu meydanda saxladı Haytili futbolçular. Pressing Toralda öz bəhrəsini verdi. Ötürmə qapı qarşısında. Mahir! Zərbəsi alınmadı. Hücum davam edəcək. Geri ötürmə. Coşqun Düniyev. Hakim buradan qalar. Mani olacaqdı Coşquna. Toral Bayramov ara ötürməsi. Yaxşı şansı var. Nəriman Xunzadə ötürmə keçmədi. Artıq boş qapıya topu göndərməyə hazır idi Mahir Emre. Amma təəssüf ki, ötürmə ona çatmadı. Nəriman Xunzadə burada hər şey çox yaxşı etmişdi. Bir hərəkətlə həm qapçını, həm dafiəçini geridə qoymuşdu, amma ötürməsinin önünü kəstdilər. Baxaq təkrara.
Əla ötürmə gəldi ilk növbədə burada Toral Bayramovdan, bunu qeyd etmək lazımdır. Offside də yox idi. Çox gözəl ötürmə, bir hərəkət Nərimandan, təxminən buna oxşar hərəkəti yəqin ki, hər biriniz Braqa ilə maçda gördüyünüzü xatırladınız. Bu dəfə ötürmə verdi. Nəriman özü zərbə indirmədi, amma bəlkə zərbə indirsə nəticə də fərqli olacaqdır. Hər halda təhlükəli gəldik. Zərbə ilə hücum başa vurmasaq da qol vurmağa yaxın olduq. İndi isə müdafiə olunmalıyıq. Diqqətli şəkildə əlbəttə. Cənab müdafiəçisi hücuma qoşulub Haiti ilmasında. Ricardo Ode komandanın kapitanıdır. Mərkəz müdafiəçilərindən biridir və Ekvadorda çıxış edir. Eldo Quito komandasının şərəfini qoruyur. Bu heyətdə ən çox oyun keçirənlərdən biridir. Bu onun Haiti ilma komandası forması 44-cü oyunudur. Aleksey Isayev, Coşkun Diniyev. Coşkun topu ayağından çox irəli buraxdı, itirdi. Nazon. Don Ditson topu itirir. Yaxşı əks-hücum fürsəti var, amma Toralın ötürməsi imkana çatmır. Lakin burada 50 oyun var idi və Kadir Sağlamoyunun referisi bu səbəbdən maçı dayandırdı. Və şifahi xəbərdarlıq. 2 nömrəli futbolçu Karlens Arkuya. Onun bu toxunuşu olmasa, əllə toxunuşu, yəni qayda pozuntusu olmasa çox təhlükəli hücumu reallaşdıra bilərdik. Düşünürəm ki, ikinci hissədə hardasa bu epizod baş tutsaydı, Kadir Sağlam birbaşa sarı vərəqə göstərərdi. Amma məsələ təkcə ikinci hissədə deyil, bəlkə elə rəsmi oyun olsaydı bu dəqiqədə belə sarı vərəqəni göstərərdi. Hakim sadəcə yoldaşlıq görüşü, statusu hakimlərin də davranışlarına təsir göstərir bir çox hallarda. Elvin Cəfərquliyev ötürməsi keçmir. Tez-tez mərkəz xətti yaxınlığında topu itiririk. Piero attı, qaçdı, amma Elvin vaxtında mövqeyinə qayıtdı. Bəhlul Musafazadə. Bədavi Hüseynov. 78-ci oyundan çıxıb milli komanda forması ilə Bədavi. Hazırda millimizdə ən çox oyun keçirən futbolçudur. Bu heyətdə, söhbət ümumi heyətdən gedir. Rahil Məmmədov. Coşkun Diniyev. Və yenidən sol cinaha çeviririk hücumu və Arku yenə də topu meydana uzaqlaşdırır. Elvin Cəfərquliyevin önünü kəsir. Topladı yığmamız və böyük qüvvə ilə irəlidədir indi. Toral Bayramov. Coşkun Diniyev. Çəkdi sağına. Coşkun. Önünü Piero kəsdi. Coşkun oxa ətrafında fırlandı. Toral'la oynadı. Toral ayağını keçdi rəqibinə. Elvin Cəfərquliyev. Elvindən qapı önünə. Yenə də zərbə indirmə mümkün olmur. Daha bir cəhd. Dubl 2. Yenə də sol cinahdan. Toral Bayramov və Elvin Cəfərquliyevin olduğu cinah. Yəni ki, təxmin etmək olardı ki, bu cinah ən aktiv olacaq yığmamızda. Təhlükəli nöqtədə hücumun qarşısını almaq lazımdır. Piero topladı, cərimə meydançasındadır. Önündə Bəhlul var. Piero zərbə indir uzaqlıca. Dəqiq alındı zərbəsi. Və yerdə qalan futbolçumuz var. Bədavi Hüseynovdur bu. Rəqbi ilə toqquşandan sonra yerə yıxıldı. Hər şey qaydasında. Bədavi ayağa qalxır.
Bax, burada Mahir topu itirdi. Geriyə qayıdıb topu qazanmaq istəyirdi, hücum başlatmaq istəyirdi. Nəticədə Aysin hücumu başladı və sonda Fransi Piero'nun zərbəsi dəqiq alınmadı. Piero yeri gəlmişkən milli komanda forması ilə artıq 9-cu qolunu vurdu. Aysin Yılmaz'ın 3-cü bombardiridir tarixində. Birincisi onun komanda yoldaşı hazırda meydanda olan Dükens Nazon'dur. 39 gol vurub Nazon. İkinci yerdə isə Emmanuel Sanon 70-ci illərdə Aysin Yılmaz'ın şərəfini qorumuş futbolcu yer alıb 37 golla. 70-ci illər Aysin Yılmaz'ın yüksəliş dövrüdür. Tarixində yeganə dünya çempionatını, dünya çempionat çıxışını məhz 1974-cü ildə gerçəkləşdirib Haiti. Düz qrup mərhələsində 3 oyunda 3 məğlubiyyət aldı, amma özü üzründə bu artıq tarixi hadisədir. Eyni zamanda CONCACAF Golden Cup'ında qalibi olub 70-ci illərdə. Haiti yığması ən böyük uğurunu qazandı. Yığmamız hücumdadır. Sol cinahda yeni də Elvin. Yeni də önündə 3 futbolçu birdən biri, amma elə birincisi topu Elvin'dən aldı. Hələ ki Elvin'in qarşısını ala bilirlər. İlk 5-10 dəqiqəni çıxsaq, qalan dəqiqələrdə Elvin'in keçidlərinə imkan vermir demək olar ki, Haiti yığmasının futbolçuları. Bəhlul irəli vurdu topu. Elvin offside olduğundan mübarizəyə qoşulmur. İndi olar. Don Zidson və qayda pozuldu. Qayda pozulsun. Təkrarı. Yox, daha doğrusu gol epizodunun təkrarıdır. Bəxtimiz gətirmədi burada. Şardun Məmmədəliyev zərbə reaksiya göstərdi. Onun topun birbaşa qapıya getməsinə imkan vermədi, amma onun topu qaytardığı nöqtədə yalnız Piero var idi. Və Piero çətinlik çəkmədən topu boş qapıya göndərdi. Nazon geri oynayır. Ode. Arku. Duer. Experience. Silahı dəyişirlər. Sağcınaha çeviriblər. Don Zidson'u qabaqladıq və boşluq var. Haiti müdafiəsində Toral Bayramov sürət yığır. Toral mərkəzə meylənir. Toral solda Aleksey Savyoz'u təklif etdi. Aleksey'dən qapı qarşısında yenə də son anda zərbə indirməyimizə imkan vermirlər. Nərman Xunzadəni qabaqladı. Ricardo Ode. Yox, Duer idi bu. 2 nömrəli mərkəz müdafiəçisi. Kornerlə hücumumuz davam edəcək. Götürmə gəlir qapı qarşısına. Qapçı topu qaytarır. Experience topu uzaqlaşdırır. Coşkun. Ozan Kökçü topu bitirdi. Geriyə qayıtmaq lazımdır. Böyük qüvvə ilə irəli çıxırlar və çox sürətli şəkildə çıxırlar. Vaxtında Bədavi Hüseynov kartdan müdaxilə edir. Bravo Bədavi. Çəkinmədi. Bu topa doğru hərəkət elədi və sürüşmə fəndi ilə topu uzaqlaşdırdı. Don Zidson. Jean-Jacques. Denli Jean-Jacques. Christopher Attis. Geriyə götürmə və hücum şansımız yenə də yaranır. Son dəqiqələrdə fikir verirsizdə topu ələ keçirəndə dərhal sonra sürətli şəkildə hücuma çıxmağa çalışır millimiz. Bu sürətli hücumların ilk növbədə Toralın və Elvin Cəfərquliyevin sürətli hesabına daha təhlükəli olma ehtimalı var sözsüz. Çox nadir hallarda bunu deyirik, amma milli komandamızda hazırki heyətində sürətli futbolçular kifayət qədər. Və onların bu keyfiyyətlərini istifadə etmək lazımdır. Mahir Emre'nin cəzəli meydançasında Mahir önündə 2 futbolçu. Mahir keçə bilmədi rəqibini.
Amma korner kazandırdı komandamıza. Güzel zərbə. Daha bir standart vəziyyət Haiti yılmasının qapısı önündə. Standart vəziyyətlər təəssüf ki, güclü tərəflərimizdən deyil. Amma yeni de bir şansdı, yeni de bir ümitti. Elə yoldaşlıq görüşlərində müxtəlif eksperimentləri yerinə yetirmək olar standart vəziyyətlərlə bağlı və Bədab Hüseynov yolladı cərimə meydançasına Fernando Santos. Ötürmə qapı qarşısına Toraldan uzaq dirək istiqamətində çox qüvvətli alındı. Ötürmə və top meydanı tərk edildi. Kevin Zübeyir'in o değil oynadı. İki merkez müdafiəçisinin saç düzümü benzerdi Haiti yılmasında. Ve kullandı. Birbirlerine çok benzerler indi. Dončić oynayır. Daha bir ötürmə Piero qapıcı tepədə çıxır ve Rahil Məmmədov topu boş qapıdan çıxar. Rahil vaxtında geriye qayıtdı ve ikinci gol vurulmasına imkan verdi. Daha bir hücum Haiti'nin daha bir ötürmə. Petrolov meydan terk etmeyin. Solcudan da devam edecek Rahil. Arda iki epizodda Haiti yılmasının önünü kəsdi. Ama sözsüz belə hücumların yaranmasına, yaşanmasına belə imkan vermək olmaz. Növbəti epizodda artıq Rahil Məmmədov həmin nöqtədə olmayacaq. Asanlıqla yardılar müdafiəmiz. Belki de hiç top qapıya getmərdi, amma bu arada ikinci dərəcəli məsələdir. Ötürməyə solcudan qapı önünə Şavqın Məmmədəliyev. Tutmadı, uzaqlaşdırdı. Çok riskli oynadı Şahmettin. Dončić yine de sərbiyeti bucaqdan qaydan top. Çıxarıq top müdafiədən, çıxara bilmirik. Daha etibarlı oynamaq lazımdır. Bravo Coşkun, topu kazanır, sürət yığır Coşkun. Dabanlı ötürməni Aleksey Isayev. Baxır Sancınaha, çəkilir mərkəzə. Aleksey, daha cəld tərpənmək lazımdır. Fərqli seçim etdi, fərqli qərar verdi Aleksey və müdafiədən yeni mövqü hücumuna başlayır artıq. Elvin yıkılıp Aykut devam değil. Leverton Pierre. Duer. Duer. Kapçılı oynadı. Alexander Pierre. Kevin Zübeyir. O da yeri gelmişken Fransa'da çıxış edir. Nantes şərəfini qoruyur. Ümumiyyətlə Haiti'nin Fransa ile çok sık əlaqələri var. Uzun illər Fransa'nın müstəmləkəsi oldu Haiti. Və bəzi futbolçular da Fransa'da olurlar. Hətta komanda niyetində yer alan futbolçuların 30-40% Fransa'da olub. Bəziləri Amerika Birləşmiş Ştatlarında. Haiti ligası ise temsil eden futbolcu Mehmet. Yusuf'e oynadı burada Bedavi ama Bəhlul var. Topa çatdı. Rahil Məmmədov. Bəhlul. Kazancan. Rahil. Mahir. Topu bir çatdı. Nərman Xudzadə onu qabaqlayır Zübeyir. Bəhlul Musazadə. Aleksey Isayev. Şavqın Məmmədəliyev. 33-cü dəqiqə Azərbaycan Haiti maçında qonaqlar 1-0 hesabı ilə öndədirlər. Təhlükəli epizodların sayı çox deyil, xüsusilə qapımız qarşısında, amma elə ilk fürsətindən istifadə edə bildi Haiti futbolçuları. İlk təhlükəli zərbəni qola çevirdilər ikinci cəhddən. Qala Bayram. Daha bir üçüncü zərbə. Bu zərbələrin sayı çoxdur. Burada da təcrübli bir şey yoxdur. Cinahlarla hücum edirik. Və tez-tez kornerlər qazanılır. Son təhlükəli epizodunda bir təkrarı və Rahil Məmmədovun topu uzaqlaşdırdığı. Piero dublə imza atmağa çox yaxın idi.
Toral Bayramov korneri yerinə yetirəcək. Yenə 4 futbolçumuz var cərimə meydançasında. Çox deyil say. Ön dirəyə ötürməyə gəlir və Piero topu uzaqlaşdırır. Elvin Cəfərquliyev qaydan topda birincidir. Aleksey Sayev oynadı və qayda pozuntusu var idi burada Elvinə qarşı. Kifayət qədər əlverişli nöqtədən cərimə zərbəsini yerinə yetirəcək futbolçularımız. Belə anda əlbəttə ki, Emin Mahmudovun meydanda olmasını istərdik, amma Toral Bayramov da var. O da cərimə zərbələrini yaxşı yerinə yetirməyi bacarır. Elvin Cəfərquliyevə qarşı qayda pozuntusunun baş verdiyi epizodun təkrarını gördük. Canlı sətti qurur Aleksandr Pierre. Gol sədaları Mehdi Hüseynzadə adına stadionda. Aleksey Sayev və Toral Bayram topu gerisində işarə verildi. Ötürmə qapı qarşısına başlı zərbə olmadı. Ozancan Kökçü. Yaxşı qoşuldu hücuma, yaxşı topu qəbul etdi. Yaxşı nöqtədə, amma hər hansı bir nəticə hasil olmadı. Bu cəhddən son olaraq eləməz Ozancandan top meydanı tərk elədi. Kevin Cüveyrin özü topu daşıyır, irəli oynayır və Dickinson Nazon bir anlıq topu diqqətindən qaçırdı və nəticədə top bizdədir. Şahruddin Məmmədəliyev. Rahil Məmmədov. Bəhlul Musazadə. Bəhluldan irəli. Ozandan öncə Aysili futbolcular topu ələ keçirdilər. Nazon topu saxladı komanda yoldaşına. Benli Jean-Jacques. Experience. Topu meydanda saxladı mı? Yox. Out olmalıdır. İlk sən sonlarına yaxınlaşırıq. 37-ci dəqiqə. Və millimiz hələ də 0-1 hesabı ilə geridədir. Sebastian Minyeni görürsünüz İrlanda ekranlarınızda. Son olaraq Kamerun yığma komandasında köməkçi məşqçi kimi çalışıb. Ondan öncə isə Ekvatorial Gvineya, Kenya və Kongo yığmalarında da baş məşqçi vəzifəsini icra edib. Eyni zamanda Cənubi Afrikanın Marumo Gallants klubunu çalışdırıb. Fransalı 52 yaşlı mütəxəssis. Rahim Məmmədov out'u yerinə yetirir. Mahir. Son dəqiqələrdə, son hardasa 10-15 dəqiqədə kölgəyə çəkilib. Mahir oyunun əvvəlində daha fəal idi. Topla daha fəal oynamağa çalışırdı. Çox hərəkət edir Mahir, topu axtarır, geriyə çəkilməli olur. Və bu bir qədər bəlkə də onun irəli xəttə aktiv olmasına mane olur. İndi isə Nəriman Xunzadə irəlidə aktivdir. Cüverindən sıyrılmağa çalışır, amma Cüver özünü topa çatdırdı və topu meydandan uzaqlaşdırdı. Out bizim. Mahir özü out'u yerinə yetirəcək. Tez şəkildə bunu etmək istəyirdi, alınmadı. Mahir. Geriyə ötürmə, Bədavi Hüseynov. Aleksey Sayev. Bəhlul Musazadə. Aleksey. Müdafiənin arxasına ötürmə. Cüvern. Topun coşquna çatmasına imkan vermədi. Mahir. Mahir. Əli oyun var idi, bəli. Top Aysili futbolçunun əlinə dəymişdi. Leverton Pierre idi bu. Mahir sözlərimizi eşitdi, yenə də aktivləşdi meydanda. Cərimə zərbəsi qazandırdı komandamıza. Toral Bayramov. Topun gerisində.
Ötürmə edəcək cərimə meydançasında, çox güman ki. Toral. Ötürmə gəlir və topa toxudan heç kim olmadı təəssüf ki. Hətta offside qeydə alındı. Bəhlul Musafazadə topa çatmağa yaxın idi, amma elə oyundan kənar vəziyyətə düşən də o idi, səhv etmirəmsə. Bəli, offside var idi. Yəni xətt hakimi hər şey yaxşı gördü. VAR sistemi tətbiq olunmur burada. Yoldaşlıq oyununda. Odur ki, yəni xətt hakimləri artıq öz intuisiyalarına və sözsüz bacarıqlarına güvənməlidirlər belə epizodlarda. Attis. Mərkəzdə qarşılayırıq. Mahir Emireli. Mahir keçə bilmədi rəqibini. Qaydan topda Coşqun Diniyev birincidir. Skorda aldı komanda yoldaşına. İndi Mahir. Yox, yenə də onu qabaqlayırlar. Jean-Jacques. Yüksək sayı topu ala bilmədi. Don Ditson. Experience. Dickinson Nazon. Christopher Attis. Şəkir sağına ötürməsini verir. Piero istiqamətini onu qabaqlayırlar. Yenidən Experience. Və Ozancan Kökçü müdafiənin köməyində gələn Ozancandan top meydanı tərk etdi. Son 5 dəqiqəlik hissənin əsas vaxtında tamaşaçılar Azərbaycan-Haiti beynəlxalq yoldaşlıq oyunu və Haiti 1-0 hesabı ilə öndədir. Üç gün sonra Belaruslu oyun var Bamkresk Arenada. Azərkeşlərimizi dəstəkləməyə çağırırıq. Həmin oyunda Bakı vaxtı 21:45-də start götürəcək martın 25-i. Ötürmə ikinci nöqtəsindən qapı qarşısında. Bəhlul topu çox uzağa göndərə bilmədi və daha bir korner olacaq. Yenə də eyni nöqtədən, eyni gücdən. Sıxlıq yaradıblar qapçı meydançamızda yenə də Haitili futbolcular. 5 futbolcu birdən-birə burada var. Ötürmə gəlir öndürəyə və topu uzaqlaşdıra bilirik. Experience zərbə edilməsinə imkan vermədi Coşqun. İndi zərbə gəlir və əks hücum şansımız var. Toral Bayramov. Haydi Toral. Haydi sürət bir yığ. Toral mərkəzi keçir. 2 futbolçu var öndə. Ötürməsini verdi. Zərbə olmadı. Elvin Cəfərquliyev belə bir şansı, belə bir fürsəti boşa verdi. Yenə də sürətli şəkildə hücuma çıxdıq. Bir cinahın 2 futbolcusu 2 fərqli cinahdan hücuma qoşuldu. Toral hər şey doğru etmişdi. Vaxtında ötürmə vermişdi. Amma Elvin Cəfərquliyev təəssüf ki, dəqiq zərbə indirə bilmədi o epizodda. Top ayağına oturmadı. Hücumçu keyfiyyətləri burada əlbəttə ki. Elvində yetərli olmaması özünü göstərdi. Təəssüf, ən real gol imkanlarımızdan biri idi bu oyunda. Hələ ki bu dəqiqəyə. Bax, daha öncə danışdığımız məsələ, bugün sürət hesabına rəqibə həyəcan yaşada bilirik. Bu heç də hər oyunda belə olmur. Bugün əks hücumlarımız daha effektiv üsul kimi görünür. Daha effektiv potensial olaraq, daha effektiv yol kimi görünür. Və ümid edək ki, ilk gündə bu öz nəticəsini verdi. Elvin Cəfərquliyev, Elvin Toral'la paslaşdı. Elvin təkrar ötürməni qəbul edə bilmədi, qabaqladı onu. Haitili müdafiəçi. Sözsüz biz bir cinaha yükləndirik. Haitili futbolcular da daha çox orada müdafiə sədləri qururlar. Orada sıxlıq təşkil etməyə çalışırlar. Və hələ ki bu öz effektini verir təəssüf ki. Şəhərlər ölməz, vətən bölünməz şüarları Sumqayıt şəhər stadionunda, Mehdi Hüseynzadə adına Sumqayıt stadionunda tarixi oyunda ilk dəfə əsas milli komandamız burada rəsmi yoldaşlıq oyunu olsa belə rəsmi yoldaşlıq oyunu keçirir. Bu arada Haiti hücumdadır. Cərimə meydançamıza daxil oldular. Ditsonun ötürməsi və Şahbudin. Topu ram etdi Şahbudin.
Amma təhlükəliydi. Yenə də təhlükəli gəldilər. Yenə də sağ cinahdan Don Titson bugün çox ciddi problemlər yaradır bizə. Və qolun vurulmasında da əsas paya sahib olmuşdu, xatırlayırsınız tamaşaçılar. Və ilk hissəni yekunlaşdırır baş hakim Kadir Sağlam. İlk hissə heç nə əlavə etmədi. İlk 45 dəqiqədən sonra azınca yığması Haiti ilə yoldaşlıq görüşündə 1-0 hesabı ilə geridədir. Fasilədən sonra ümid edək ki, millimiz oyunda dönüş yarada biləcək və Sumqayıtda tarixində keçirdiyi ilk maçda qələbə qazana biləcək. Odur ki, kanal dəyişməyin. Təxminən 12-13 dəqiqədən sonra yenidən efirdə olacaq hələlik.